olacaqdır. Uşaqların ən çox zəif nöqtələrindən biridir. Aşağıda sözü şagird görür, deyir, mənim bu zərfli, yəni zərflin əlavəsi verilir. Xeyr, mən burada nə etməliyim? Tirdən sonra mütləq diqqət edəcəm, 2 dənə şifrə olan qayda var. Dır, bir də idi. Bu ikisindən biri burada varsa, bura sual verilir, bu cümləni unudun. Kəndin ayağındaydı, haradaydı, xəbərdir. Demək o zaman bizim məktəb aşağıda idi olmalı, burada idi ixtisar olmalı. O zaman bu da xəbərdir. Yəni bu zərfin əlavəsi deyil. Ən çox dilin sevdiyi sual tiplərindən biridir. Bax, buna diqqət edin ki, düşəndə də bunu zərfli götürüb belə bir şey yoxdur. Xəbər və xəbər. Xəbərin əlavəsi işləməyəcək. Yəni bu nüanslar çox səhv yazılan nüanslardan biridir. Və yaxud da bəzən deyilir, təyin və zərfli olanda və yaxud da saxlanın, bunu da yazıram. Zaman zərfliyi və təyinin əlavəsi olanda, belə deyim də, yəni bağlacından istifadə olunur. Məsələn, deyirəm ki, dünə, yəni ayın 26-sı, nə bilim, sonuncu, yəni 5-ci sıra. Bu şeylərə diqqət edək, hər birinizə uğurlar.